artıq Ermənistanda hal-hazırda diktatura hökm sürür. Bu qaçılmaz faktdır. Siyasi oponentlər təqib olunur, həbs olunur. Konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə hüquq sahəsi artıq bir adamın əlindədir, bir alət. Və bu diktatura möhkəmlənir. Və eyni zamanda Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alır. Zəngin iş adamlarına qarşı cinayət işləri açılır. Sonra da onlar məcbur edilir ki, onlar bir fond yaradıblar. O pulları götürsünlər fonda, o fonddan da bunlar çəkilir, mənimsənilir. Yəni, bugün Ermənistan baş naziri və onun yaxın qohumları, onun ətrafı bir rüşvətxorluq rəmzinə çevirir.